Salam. Bugün biz baxacağıq ayrılanlar üçün, dalaşanlar, münasibətləri pis olan insanlar üçün. Baxacağıq görüm o peşman olacaqmı? Fərqi yoxdur qadın və ya kişi kim baxırsa buna. Peşman olacaqmı? 4 variant edəcəm. Birinci variant. İkinci variant. Üçüncü. Ve dördüncü variant. Buyurun seçin. Peşman olacaq mı? Vaxt çatmarsa ekranı dayandırın, elə seçin. Biz başlayaq birinci variantla. O peşman olacaq mı? Birinci variant. Aha. Peşman olacaqsan mı? Bilirsiniz necə? O peşmandır. Əziyyət də çəkir. Yəni öz-özünə o çox belə deyim, stres keçirdir, əsəb keçirdir ki, niyə belə alındı, niyə belə oldu bizdə. Amma bilirsiniz o bunu göstərməyəcək. Yəni özünü elə aparacaq ki, güya məndə hər şey harmoniyadadır, hər şey sakitçilikdir, mənim heç bir şey vecimə deyil. Amma əslində belə baxanda o peşmandır. Amma burada görürsünüz o imperator kimi çıxır, bu deməkdir ki, o hisslərini bildirməyən adamdır, özünü güclü göstərməyə çalışan adamdır. Peşmançılıq bilirsiniz necə, artıq görünür ki, burada var peşmançılıq, amma onu bildirməyəcək. Bəs hərəkət edəcəksənmi, barışmağa çalışacaqsanmı? Yox, çalışmayacaq. Bilirsiniz bu variant, birinci variantda vəziyyət necədir? O əslində burada peşmandır da demək olmaz da. O sadəcə yaşanan bu vəziyyətə görə sıxıntı çəkir. Bilmirəm sizin aranızda nə olubdursa, o əziyyət çəkir, sıxıntı çəkir ki, niyə görə belə alındı. Amma burada peşmançılıq yox. Daha çox baş verən hadisələrlə bağlı məyusluq görünür. Yəni niyə görə bizdə belə alındı? Amma özündə bir səhv görmür. Yəni mən düzəm, mən doğruyam, yaxşı eləmişəm, belə də reaksiya verməliydim. Yenə olsa, yenə belə reaksiya verərəm. Hə, ayrılır, ayrılsın, bitir, bitsin, cəhənnəm olsun, yəni vecimə deyil. Bilirsiniz necə çoxlarında burada, hətta belə deyim də sizə ailə kartı kimi çıxır. Çoxları üçün və yaxud da bu elə bir münasibətdir ki, elə bil ki, son idi da, bu toçka idi bu münasibətlər. Bu bunu bilir. Mən bitirdim, mənə görə oldu, amma yenə olsa yenə belə eləyərdim. Belə bir düşüncədədir. Keçirik ikinci varianta. O peşman olacaqmı? Peşman olacaqsanmı? Peşman olacaqsan, yoxsa yox? Yox. Bilirsiniz necə, əslində o bu mövzu barədə heç düşünmür də. Yəni, onun üçün hər şey qaydasındadır, öz həyatını yaşayır, əylənir, belə deyim. Yəni, siz onun fikirlərində çıxırsınız əslində. Sadəcə sizin dava, belə razborka çıxır onun beynində, fikirlərində. Amma sizin bu probleminiz, bu davanız onun çox vecinədimi? Yox deyil. Yox deyil. Yəni, sizin aranızda baş verənlər onun həyat, belə deyim, keyfiyyətinə təsir eləmir. Yəni, o əvvəl necə yaşayırdı, indi də elə yaşayır. Yox, mən burada peşman olacağını görmürəm. Siz varsınız onun fikirlərində, amma öz həyatını, yəni, həmişəki kimi qəşəng formada, normal formada yaşayır. Vaxt keçməlidir. Bilirsiniz necə, indi onun heç nə vecinə deyil. Arxayınçılıq var da. Bəlkə də fikirləşir ki, siz ona yazacaqsınız. Çünki çox arxayın kimi görünür, çox variant ola bilər də. Bu arxayınçılığın səbəbi nədən qaynaqlanır? Çox adam baxır. Bilirsiniz necə, hələ ki onun heç nə vecinə deyil. Amma bir müddət sakitçilik olsa, görsə ki, sizdən heç bir hərəkət yoxdur, onda peşman olacaq. Bəs peşman olub hərəkət edəcəksənmi, yazacaqsanmı, addım atacaqsanmı? Hərəkət edəcəksənmi barışmaq üçün, yoxsa yox? Yox.
Bəli, peşman olacaq, bir müddət keçməlidir. Peşman olmağı üçün siz heç bir şey eləməməlisiniz, heç nə yazmamalısınız. Peşman olacaq, amma mən hərəkət görmürəm ki, gəlib nəyisə düzəltməyə çalışacaq. O çox peşman olacaq. Çox peşman olacaq, həqiqətən çox peşman olacaq. İndi deyil, indi onun vecinə deyil. Amma bəs hərəkət eləyib barışacaqsanmı, yazacaqsanmı nəsə? Hərəkət görünmür amma. Peşmançılıq olacaq. Barışmağa cəhd eləyəcəksənmi? Yox, mən hərəkət görmürəm. Uzun açdım ki, bəlkə nəsə çıxar. Peşman olacaq bəli, amma yəni hərəkət eləməyəcək. Üçüncü variant. Peşman olacaqsanmı? Peşman olacaqsanmı? Tak, Magic Tarot çıxdığına görə artıq biz bu rasklatı oxuya bilmərik. Bu variantı seçənlər böyük ehtimalla ailəli adamlardır, öz yoldaşları ilə yaxud da qadınla bağlı, kişi ilə bağlı baxır. Bu bizə deyir ki, stop, baxmaq olmaz. Peşmançılıq olacaqmı? Deyir ki, peşmançılıq yox, əslində burada agresiya var. Bilmirəm, ailədə nə baş verib, nə baş verməyibdir. Agresiya var. Yox, o heç nəyi göstərən insan deyil. Yəni, öz rahatçılığı, öz stabilness, onun, belə deyim də, keyfinin yerində olmağı onun üçün çox vacibdir. Peşman olacaqsanmı? Hisslər var əslində burada. Hissləri var. Bu varianta baxanlar yəqin ki, xəyanətlə üzləşiblər. Çünki burada başqa bir qadın çıxır. Çox variant ola bilər. Çox adam baxır deyə dəqiqliklə demək olmur, nə baş verir kimin həyatında. Amma vəziyyət belə görünür ki, bu variantı seçənlər yəqin ki, xəyanətlə qarşılaşıblar. Və bilirsiniz necə, o kimlərdə ki, bu variantı ailəsini istəyir, həqiqətən istəyir. Bilirsiniz, bu qadına qarşı da onun istəyi vardı. Elə bil ki, nəsə çəkir onun özünə qarşı. Yenə Magic Tarot. O heç bir günah görmür özündə və özünü günahlandırmır. Və günahlandırmayacaqdır. Nə sizi günahlandırır, çox maraqlıdır. Nə özünü. Artıq oxumaq da olmaz. Yox, peşmançılıq olmayacaq burada. Ancaq bunu demək mümkündür. Nə indi yoxdur, nə də sonra olmayacaqdır. Dördüncü variant o peşman olacaqmı? Peşman olacaqsanmı? Tak, olacaq. Olacaq. Bilirsiniz necə, belə bir şey çıxır orada, bilmirəm aranızda nə baş verir, nə baş vermir. Öz hərəkətsizliyinə görə, vaxtında nəsə eləmədiyinə görə, hansısa bir fürsəti əlindən qaçırdığına görə peşmançılıq görünür. Hansısa bir təklifi, fürsəti əlindən qaçırdığına görə peşmançılıq görünür. Hə də, mən öz ambisiyama, öz egoma elə bil ki, qurban verdim nəyisə. Bizdə hər şey yaxşı ola bilərdi, bizdə hər şey əvvəlki kimi ola bilərdi. Özünü günahlandıracaq. Yəni, bu mənim öz axmaqlığım oldu ki, vaxtında hərəkət eləmədim. Vaxtında nələrsə düzəldə bilərdim. Peşmançılıq olacaq burada. Bu variantı seçənlərdə də. Biz hərəkət eləyəcəksənmi, barışmağa çalışacaqsanmı? Barışmağa çalışacaqsanmı, hərəkət eləyəcəksənmi? Tak. Hərəkət görünmür burada. Hərəkət görünmür. Bu variantı seçən kimdirsə, elə bil ki, o özü addım atmalı, özü yazmalı olacaq. Baxmayaraq ki, qarşı tərəf peşmandır. Elə bil ki, o gözləyəcək, çox səbirdən oturub gözləyəcək ki, siz özünüz nəsə addım atasınız və barışasınız. Bu halda bəli barışıq olacaq. Özündən bir hərəkət yox, çıxmır.
Onun bəli peşman olacaq, amma özündən bir hərəkət mən görmürəm. Ümumiyyətlə bu strategiyadır da, yəni fikirləşən, hərəkət edən insandır, tezbazar hərəkət edən, necə başa salım, addım atan bir insan kimi çıxmır da. O yüz ölçür, yüz biçir, bir qərar verir, sonra addım atır və sizdən gözləyəcək hərəkəti. Bugünlük bu qədər, hələlik sağ olun.